Hər kəs salam, mən Çingiz Pəhlivan. Deməli, əziz dostlar, bu günlərim özümə məxsus bir yemək pişirəcəm. Bilmirəm yeməyin adı nədir, öz fantaziyama uyğun. Küftə kimi balaca hazırlayacağım və sizə göstərəcəm hamısını, nədir, necə, hardan başladım. Birinci gəlin sizə təzə peçimi göstəreyim. Gördüyünüz kimi dostlar, belə bir təzə peç almışam. Çıqqılı, ləzzətli. Bunu da bugün aldım, qəşəng alüminium qazan almışam. İçinə su tökdüm, bir də limon. Bu qaynadandan sonra bir 20 dəqiqə qaynamalıdır. Ondan sonra istifadə eləmək olar, çünki içi zəhərdir. Alüminium qazan içi zəhərli olur ilk dəfə alanda. Bunu qaynadırıq və keçirik indi buna. Bu ətdir, mal ətidir dostlar. Mal əti, soğan, duz, istiot. Bu da mənim hər gün içdiyimdir. Günə 2 litr içirəm. Gördüyünüz kimi dostlar. Proteindir. Çox gözəldir bu. Bu 54 qramdır. Bunun 78 qram protein olanları da var. Bu burası 54 qramlığıdır. Bundan içsəm hər gün 2 litr. Çox ləzzətlidir. Proteini əvəz edir. Keçirik əsas məsələyə. Əti düzəldəcəm, soğan, 1 ədəd yumurta, duz, istiot. Və birinci soğandan başlayaq. Gedim taxtamı gətireyim. Deməli, birinci başlayırıq soğanı təmizləyək. İçinə soğan qatmaq lazımdır. Kəndəlirik soğanı birinci. Bu qaydada rəndəlirik. Deməli, soğandan sonra yumurtanı götürürük. Yumurtanı 1 ədəd yumurta bəs eləyir, çox lazım deyil. İstiyor. Duz. Biraz turşmazadır bu, yaxşıdır. İndi nə edirik? Buna çörəkdə qatmaq olar. Lap doyumlu olsun deyənə quru çörək biraz. Mən qatmayacağım, kartoşka da qatmaq olar. Onu kotlet zad eləyəndə yaxşıdır. Amma belə elə soğan bunu qarışdırırıq. Qəşəng qarışdırırıq, sizə göstərəcəm. Deməli dostlar, əti qəşəng yoğurdum. Görək, bunu yeməkdə pişirirlər, yeməkdə gec olur. Sonra duz da qatsan da. Bunu elə yoğura, əlini vurursan ətə. Belə yoxlamaq olur ki, duzu istotu nətərdir. Duz biraz da əlavə eləməliyəm. Yoxsa yeməyi pişirəndə gec olur, başa düşdünüz? Ətin o istədiyin o dadı ala bilmirsən ətdə. Bunu bir profesional bir power kimi deyirəm. Pəhlivanlıqda usta başladım, pəhlivanlıq elədim, profesional. Valla mən yemək videoları çəksəm, sırf da bu kontentdə. Başda proza vaxtım yoxdur. Mən yeməyi xoşlayıram. Çünki yemək yeməsəm olmur. Ona görə məcburam ki, İndi yaxşıdır. Məcburam ki, mən yemək pişirim. Günə 3 dəfə, 4 dəfə yemək pişirirəm. Çünki yeməsəm olmur, qardaş. Məşq edirəm, zala gedirəm. 4 aydır zala gedə bilmirdim, travmalarım var idi. İnşallah sağalıb gedirəm zala. Yenə başlamışam məşqlərə. Elə dünən getdim, onurğamda zədəm təzə sağalmışdı, Allah'a and olsun bir gündür. İş yoldaşıma dedim, valla məndə zədə sağalar, zədə təzədən qolumun bu şey yoxdur, bu
Qolun arxası. Oradan zədə aldım. Bu yüngül zədədir. Tez keçəcək inşallah. İndi başlayırıq dostlar yeməyi bişirməyə. Odur ki izləməkdə olun. Deməli dostlar suyumuz qaynadı. Artıq yemək bişirə bilərik. Bu təzə alüminium qazanda. Nə qatacağım yeməyə? Pomidor, kalabasa, bu tropik tərəvəzli, bir də chayote. Bu da tropik tərəvəzli, bir də yer kökü. İndi nə edirik? Birinci bunları doğrayacağım. Qəşəng səliqəli. Xırda. Atacağım qazanın dibinə. Qazanın dibində bunları qəşəng yer kökünü sonra qoğurandan sonra üstünə su əlavə edəcəm. Su əlavə edəndən sonra da ki axırda su qaynayanda küftələri buraxacağım. Kartuşka vurmayacağım. Mənim nəsə xoşum gəlmir kartuşka. Yeməyi kartuşka vuranda belə yeməyin dadını dəyişir. Bunların kartuşkası yaxşı kartuşka deyil, xoşum gəlmir. Bunların kartuşkası ancaq püreye yəliyir. Belənsə nəsə mən bəyənmirəm. Nəsə kartuşka da qata bilərdim. Qəşəng soyuruq, təmizləyirik. Bunları da xırda bunda doğrayacağım. Tropik. Qəşəng belə bir boranlı fason bir şeydir də. Boranın çıqqılı boranıya oxşayır, çox dadlı bir şeydir. Yəni tərəvəzdir, vitaminlidir. Bunu öz zövqümə uyğun pişirəm. Hökm deyil ki, yenilik. Necə pəhlivanlıqda yenilik eləmişəm, indi mətbəxdə də yenilik eləyirəm. Azərbaycan yeməkləri ilə Meksika yeməklərini miks eləyirəm. Olacaq əla. Xırda doğrayacağım ki, qoğranda yaxşı olsun. Yer kökünü də xırda kəsək. Qoğranda yumuşaq olsun. Zəhləm gedir. Adam ağır xarç eləyəndə. Qazanın dibində qoğuracam birinci bunları yağda. Yağda ki, qəşəng zeytun yağını var. Vaxtda olacaq. Mənim dostlar, yadımdan çıxdı demək. Qəşəng sarımsaq da qatacağım içinə. Çünki sarımsaqsız olmur. Qəşəng sarımsaq yaxşıdır. Həm mikroblara görə, həm də ki, yeməyə dad verir. Çox dadlı edir, amma çox qatmaq da olmaz. Onda da yeməyin belə turşumuş fason dadı verir. Normasında. Hər şey normasında. 2 baş pulunu bəs edir, balaca qazandır. Sizə göstərəcəm. Mən sarımsağı necə edirəm? Belənçinə götürürəm. Onu göstərim sizə. Belə götürürəm. Və bu ucunu, bir də ki, buradakı ucunu kəsirəm. Uclarını kəsəndən sonra belə. Sonra bunu tuturam, belə bıçaqla üstündən basıram. Özü qəşəng qabıqdan çıxır. Qabığın lazımsız yerini tulluyuruq. Sarımsağın özündəki yeməyə. Xırda. Bu da ki, mən göstərdim sizə. Bu da yemək. İndi bunu atacağım. Yağla dibində qoğuracağım qəşəng. Qəşəng qoyurandan sonra su əlavə edəcəm. Məli əziz dostlar, əgər istəyirsinizsə sağlam olasınız, bədəniniz sağlam olsun, ürəyinizdə tromb yaranmasın, zeytun yağından istifadə edin, təmiz zeytun yağı, o qarğıdalı yağı, bunlar hamısı geydirmə yağlardır. Yəni adamlar var, ərinir, deyir, ay zeytun yağı bahadır, mən onu alacam, eləyəcəm. Qardaş, canından ki yaxşıdır. Sabahlarım Allah eləməsin, ürəyində tromb olanda, ya mədəndə
mədə xərçəngi zad əmələ gələndə bu yağlardan əmələ gəlir. Sən həkimlərə gedib milyonlarla pul tökəcəksən, sonra peşman ol, kaş ki mən o yağdan almazdım. Yəni vaxtında qutardı, bax gördünüz dostlar. Yəni burada da bahadır bu yağ, amma məcbur alıram ki, çünki canımdan artıq deyil ki, qazanmışsa özümüzə baxmalıyıq. Adamlar var, pul qazanır, amma pul xərcləməyə xoşlanır, kırsa kimi yığır. O qədər elə adam tanım buran haqqdır, canına xərcləmir. Gedir, məsəl üçün, sütü alır, məsəl bu sütü mən alıram bizim puldan 4 manat 50 qəpiyə, amma süt var burada 1 manatdır, 2 litrəsi 1 manat olan var. Mən neyinirəm o sütü ki, onun mənə xeyri yoxdur, xeyri şey almaq lazımdır. Aha. Başlayırıq bunu tökməyə. Əvvəldə qorumaq lazımdır, da qəşəng. Bu qoğrulmalıdır, yumuşalmalıdır. Qoğrulub yumuşalandan sonra olacaq belə. Göstərəcəm. Deməli, əziz dostlar, indi kündələri düzəldirik. Belə bir qabda balaca su götürürük. Əlimizin içini qəşəng suluyuruq ki, xırda-xırda eləyəcəm. O belə. Balaca küftələr eləyəcəm. Çünki pişəndə də tez pişsin qəşəng. Qazanımız da balacadır. Bir də nanə var, belə bir nanə almışam. Biraz qurutmaq kimi eləmişəm ki, nanə də vuracam. Nanə qurusu tapanmadım. Axırda atacam su qaynayanda nanənin dadı çıxsın. Əsas dadı çıxsın. Şəva belə xırda-xırda küftələr edirik. Top kimi. Səri gəl. Deməli dostlar, suyu tökdüm, qəşəva belə oldu rəngi. İndi qaynamağı gözləyirəm. Qaynayandan sonra küftələri atacağım. Qəşəng xırda-xırda eləmişəm. Deməli əziz dostlar, artıq qaynayır. İndi küftələri bir-bir buraxırıq bunun içine. Küftələrimiz bir-bir buraxırıq içine. Pişsin. Solda da külək başlayır dostlar. Burada Meksika körfəzidir, dənizdir. Görürsünüz. Göy guruldur. Bir dənə yağış yağacaq indi bu küləkdən sonra. Ucu başladı yağmağa, xırda-xırda yağır. Bir dənə yağır, bu da mayaqdır. Şu bulutlar, qara bulutlar gəlir. Leysan gedəcək birazdan. Yağışa baxın necə yağır dostlar. Özdə küləkli yağışdır, okeanın küləyi vurur. Vay dədən vay. Burana and olsun deyirəm ki, bu yağış 2 dəqiqə bəs edir ki, Bakı suyun altında qalsın. Və belə bir yağış. Bu nədir? Dostlar, küftələrim hazır. Vay dədən vay, bu belə bir şey pişirdi. Yağışa baxın bir dənə, yağışı da göstərim. Nə var? Gör necə yağır. Amma su qalmır da, su axır. Keçən dəfə də çəkmişdim video. Su qalmır, var, su axır gedir. Bu da sizin bəzilərinin bəyənmədiyi Meksika. Deməli dostlar, yemək bu qaydadadır. Çəkdik, bu da qəşəng avokado yeyəcəm yeməklə. Sən nə gedəcək? İndi bismillah eləyək, görək necə çıxıb yeməyimiz.
Super dostlar. Yüzde istiyotludur. Əlaya əla. Kanala abunə olun. Görürsünüz Çingiz Pəhləvan nəinki güc, idman növləri, yəni yemək də pişirməyə bacarır. Özə qeyri-adi yeməklər. Necə qeyri-adi güc göstərirəmsə, qeyri-adi yeməklər də pişirirəm. Hələlik kanala abunə olun.